Real TV'nin hər bir izləyicisini Bakıdan fərqli olaraq olduqca isti, daha dəqiq desəm 35 dərəcə isti müşahidə olunan Düşənbənin Rüdəki prospektində yerləşən Düsti meydanından salamlayırıq. Düsti meydanı tərcümədə dostluq mənasını verir və nəinki Düşənbənin, həm də Tacikistanın əsas meydanlarından biridir. Burada xüsusi diqqət çəkən məqam ondan isə ibarətdir ki, burada Tacikistan dövlətinin banisi İsmail Somoninin xatirəsinə ucaldılan 13 metrlik abidə var. Bir qədər aralıda isə görkəmli Fars şairi Tacikistanda anadan olan Rüdəkinin adını daşıyan park yerləşir və bu parkda Rüdəkinin xatirəsinə ucaldılan heykəl var və bu heykəlin müəllifi bizim görkəmli heykəltaraş xalq rəssamımız Fuad Əbdürrəhmanovdur. Bəli, Tacikistan və Azərbaycan arasında əlaqələrin köklü tarixi var. Burada dövlət başçılarımızın səmimi dostluq münasibətlərini və həmçinin iki ölkə arasında qarşılıqlı səfərləri qeyd etmək lazımdır ki, bunun nəticəsi olaraq əlaqələr hər tərəfli müsbət inkişaf edir. Təbii ki, mədəni əlaqələrdə. İki ölkənin mədəniyyət nazirləri arasında imzalanan memoranduma əsasən ötən il paytaxtımızda Tacikistanın mədəniyyəti günləri keçirildi. Bu dəfə isə növbə məhz bizim mədəniyyət günlərinindir və bugündən etibarən 23-nədək mayın Azərbaycan mədəniyyəti günləri Tacikistanda keçiriləcək, düşənbəlilərə təqdim olunacaqdır və bugünün ilk tədbiri isə Tacikistanın Milli Muzeyində baş tutacaq. Burada bizim 19-cu əsrin görkəmli rəssamı Mirzə Qədim İrəvaninin xatirəsinə həsr olunmuş sənət incilərimizdə yaşayan milli irsimiz adlı sərgi təqdim olunacaqdır. Xüsusilə xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Mirzə Qədim İrəvaninin 200 illik yubileyi nəinki ölkəmizdə, həmçinin şərq ölkələrində də böyük təntənə ilə qeyd olunur və elə mədəniyyət günləri çərçivəsində də və Mirzə Qədim İrəvaninin sənət nümunələri təqdim olunacaqdır. Axşam isə Düşənbənin ən böyük konsert salonlarından birində Xokoxe Barbat Fars şairinin adını daşıyan böyük konsert məkanında isə incəsənət ustalarımızdan ibarət konsert proqramı təşkil olunacaqdır. Bizdən bu saata bu qədər. Növbəti saatlarda, növbəti günlərdə sizi tanış edəcəyik daha ətraflı Azərbaycan mədəniyyəti günləri ilə bağlı Tacikistanda keçirilən